Xalqımızın rəqs mədəniyyətində yallıların, halayların yeri danılmazdır. Naxçıvan Muxtar Respublikası ərazisində yaşayan ulu əcdadlarımız ibtidai dövrlərdən rəqs elementlərinin üzlərini işarələrlə tarixin yaddaşına yazaraq günümüzədək gəlib çıxmasını təmin ediblər. Bunun nəticəsidir ki, Şarurda xalq yallı ansamblı fəaliyyət göstərir. Onlar yallılarımızı 10 illiklərdir dünyanın müxtəlif ölkələrində təbliğ edirlər. Bu sahədə dövlətimizin tərəfindən də bir çox işlər görülür. Belə işlərin uğurlu nəticələrindən biri də odur ki, yallı sənəti UNESCO səviyyəsində də diqqəti cəlb edir və 2018-ci ildə Şərur Xalq Yallı Ansamblın fəaliyyəti və Naxçıvan yallı sənəti haqqında məlumatlar toplanaraq həmin beynəlxalq quruma təqdim olunub. Naxçıvan yallıları diyarın tarixi, etnoqrafiyası, mərasimləri, mifoloji inancları, adət-ənənələri, ifaçılıq mədəniyyəti ilə təşəkkül tapmış və tarixi bir yol keçmişdir. 2018-ci ilin 26 noyabr 1 dekabr tarixlərində Mavriki Respublikasının paytaxtı Port Louis şəhərində UNESCO-nun qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin növbəti 13-cü sessiyasında qəbul edilən qərarla yallı, köçəri, təntərə, Naxçıvanın ənənəvi qrup rəqsləri UNESCO-nun təcili qorunma siyahısına daxil edilib.